Şəhidlər Xiyabanında nalayiq hərəkətlər edən və daha sonra bunu videoya çəkərək sosial şəbəkələrdə paylaşdığına görə polis tərəfindən saxlanılan 3 Səudiyyə Ərəbistanlı vətəndaşının cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. Səba rayon məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən proses şahid ifadələri ilə işini davam etdirib. Dağüstü parkda xadimə işləyən xanım şahid ifadə verərək bildirib ki, həmin şəxslər şəhid qəbirlərinin yanında atılıb düşüb, deyib gülüb əylənirdilər, elə bil toyda oynayırdılar. İfadə verən digər şahidlər də ərazidə təmizlik işləri ilə məşğul olarkən həmin şəxslərin qəbirlərin yaxınlığında nalayiq hərəkətlər etdiklərini, hətta qəbrin sinə daşının üzərində ərəblərin rəqs etdiyini müşahidə etdiklərini vurğulayıblar. İş üzrə növbəti proses dekabrın 9-na təyin edilib. Qeyd edək ki, avqustun 17-sində 3 nəfər əcnəbi şəxsin Şəhidlər Xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri video görüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırma aparılıb. Həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci qəbir üzərində təhqir edici hərəkət maddəsi ilə cinayət işi başlanılıb.